Merhaba. manat. Camaatımızın çox gözəl boyu, buxunun mədəni, etikalı qızlar bu dəqiqə 400-450 manata asan xidmətdə işləyirlər. Ay balam onun boyuna ne alakası var? Yaxşıdır, ümumiyyətcə bu dəqiqə Azərbaycanda ama yo. Yalan danışırsan. 1500-2000 manat çoxdur. Tamam da Sən kardeşim. onu qazanırsan, camaat kazanmır. Tef tanıştırsan onun boyuyla alakası yoktu. Beğenmirdin boyunu be işe niye aldın? İşə aldım ki, elə boyuna görə maraqlı videolar çəkim. Onun hesabını sayfan kalktı kanka. Hadi o hesabına kalktı da Səbuli. Bunu da hak ver. Onu vermişəm də. Tamam da. Neyini mindi? Nə mindi? Ondan video çəkmişəm tutub deyənə. Amma ondan qabaq da tutub. Bu dəqiqə gir səhifəmə bax. Videoma 30 min 40 min like gəlib. De, yəni bunu mən ama sever de ki durup 2000 manat. Ay bacı burada 2000 Allah çoxdur var. da. Adamın üstündə Allah var. Bak Allah var. Ay aşkım üniversitet kurtaran insanlar Beni zor. gelir aylık Bu da söz diyeyim sen. 600 yok. Üniversitet kurtaran insanlar gelir aylık 600 bin manata hakikaten işçiler ailede dolandırırlar. Halal olsun. 2000 Hele nəyə bu bir? uşaq eğer bu uşaq sen hakikaten ona 1000 manat veripsənsə halal Allah'ım olsun. olsun. Daha güzel məbləğdə 2000 manatı da çox. Bir dənə söz deyim sənə. Bax, söz deyim gedirəm. Çıxıram gedim evə. Bax, bir dənə söz deyim sənə. Təsəvvür elə ki, 5 gün dalbadal saat 1-də 2-də işə gəlir. Mən dedim ki, eybi yoxdur, bu balacada digər insanlardan biraz fərqlidir, tez yorulur. Eybi yox. Amma bu mənim ona keçdiklərimin heç birini görmədən mən yaxşı deyirəm, mən beləyəm. Dedim, beləsən, Allah canı sağ eləsin, sağ ol. Sən üstü bir şey oldu, bozardı. Ay, söz, indi də bozarım. Mən WhatsAppda bir dənə səslər atır. Deyirəm, Sever, aralaş da başından, yorma. Yaxşı. Qurana dəqiqə başından giz-giz mənə səslər atır, qışqırır, bağırır. Ay o sever de ki aylık 1000 manat kazanırsan ne güzel oturmuşsan hiç de eləmir parfümün içine. Yok, Allah eləyəcək, Bak sana belə bir şey diyeyim Sabule. Sen bir şey diyeyim benim işim yayıncılık olmasa yani böyle okumamış bir şey olsan falan filan giderim ben de aylık 1000 manat verir otururum isti yerde ne var o parfümü oradan götürürsen korsan müşteri. Yox, Yani heç aylık birini 1000 manat. eləmirəm. Biz səninlə idi söhbət. Və məsəl üçün verirlər, səni işə götürürəm ki, məndən videolar çək. İdeyanız adı sən tapmalısan ki, video çək. Sən işinə. Bu insan heç bir ideya zat yox. İdeyaları mən fikirləşirəm. Videonu mən ayrıca bir dənə kamera ilə çəkiş üçün uşaq tutmuşam ki, videoları çəksin. Ona ayrıca SMM maaş verirəm. Ki, hər şey ideal şəkildə olsun, tutsun da. Bu fikirlər ideya çıxmaz. Bizdən qabaq kimi oradan buradan tullansaydı kimin videosuna 300 min like gələcəkdi. Bunu fikirləşən insan da var da, yəni. Adam üstündə Allah danışaq da, gir Sevərin səhifəsinə bax, hansı videosuna 100 min like gəlib, 200 min gəlib. Eləyərdi öz səhifəsində eləyərdi də bugünə kimi. Eləyə bilməyibsə, bugünkü gündə mənim səhifəmdə mənim ideyalarımla olubsa, Sevərin burada bir 30% rolu varsa, 70% mənim rolum var. Başa düşürsən? Neyini mən də boyumu eləyim 11 metr ki, eyni şey olsun. Olmur axı. Fakt ideyanı mən fikirləşmişəm. Yəni mənə heç kim deyə bilməz ki, sən Sevərin şotuna. Mən Sevəri gətirmişəm, ağıllı şəkildə, idealist şəkildə videolar çəkmişəm və keşfətə düşmüşəm. Bugünkü gündə də düşürəm də 30-40 min like gəlir də mənə. Nə olsun ki, sabahları video çəkərəm 1 milyon like gəlir. Amma mənim canlımda 200 nəfər olanda mən 1000 manat alver eləyirəmsə, canlımda katastroflu bir söhbətlə 5000 nəfər olsun, mən 200 manat alver eləyim, o mənə lazım deyil. Mən bugünkü gündə başım bıraxmışam və Sevərlə çəkdiyim o videoların heç biri mənə pul qazandırmadı. Mən TikToker olmaq istəmirəm ki, ikinci mağaza açıram. Mən istəyirəm ki, bir necə deyim, biznesmen olum, başa düşürsən. Ona görə o videoların başını bıraxdım. Yoxsa bugünkü gündə yenə çəkərəm elə videolar, yenə keşfetin anasını ağlar qoyaram. Sevərdən qabaq qız gətirmişdim.